Salam dəyərli kanal izləyiciləri. Mən Tural müəllim bu günləri sizə ehtimal məsələlərinin izahını verəcəm. Videoya başlamamışdan əvvəl davamlı videolar üçün YouTube kanalına abunə olmağı unutmayın. Onlayn və ya əyani dərslərə qoşulmaq üçün 070 367 32 22 nömrəsinə WhatsApp-da yaza bilərsiniz. Dərslər həm onlayn, həm də əyani şəkildə keçirilir. Magistr, dövlət qulluğu, həmçinin digər məntiqdən olan sahələrdə direktorların işə qəbulu, laboratoriya və digər sahələrdə hazırlıq üçün müraciət edə bilərsiniz. İndi isə keçirik sualların izahına. Başlayaq birinci sualdan. 10 komandadan ibarət çempionatda bütün komandalar bir-birlə oyun keçirməlidir. Oyun 2 mərhələli keçirilir. Çempionatda ümumilikdə neçə oyun olacaq? Bu tip məsələlərdə bu düsturdan istifadə edərək tapmaq olur. N vuraq, N çıxaq 1 bölünsün 2 və yaxud da ki, belə bir düstur var. N vuraq, N çıxaq 1. Əgər burada 2 mərhələli oyun deyirsə, 2-yə bölmürük. Bax, bu 2 mərhələli sözü olanda olur. Əgər bir mərhələli desəydi, o zaman 2-yə bölərdik. Deməli, sadəcə burada aparıb yerinə qoyuruq. N 10-dur, onu 9-a vurursunuz. Düzgün cavab olacaq 90, C variantı. Baxırıq ikinci suala. 8 iştirakçıdan ibarət şahmat turnurudur. Görürsünüz, bu dəfə bir dəfə oyun keçirilir, bir mərhələli. Artıq burada dediyim kimi N vuraq, N çıxaq 1 bölünsün 2 düsturundan istifadə edirik. 8-i vururuq 7-yə, bölürük 2-yə. O da bizə 28 cavabını verəcək. Düzgün cavab C variantıdır. Üçüncü sual. Burada da yenə bir mərhələlərə aiddir salamlaşmaqda. Yenə də burada salamlaşmaqda da bu düsturdur. N vuraq, N çıxaq 1 bölünsün 2. Ümumiyyətlə salamlaşmaqdır, görüşməkdir, telefonda danışmaqdır. Ondan sonra bir mərhələli oyunlardır, ixtiyari ikisini seçmək. Bu kimi məsələlərdə həmişə bu düsturdan istifadə olunur. 12-ni 11-ə vurub 2-yə bölürsünüz. O da eləyir 66, yəni D variantı. Dördüncü sualda, bu artıq qarşılıqlıdır. Hamı bir-birinə hədiyyə alırsa, bu elə bir 2 mərhələli sayılır da. Hədiyyə mesajlaşmaqdır, məktublaşmaqdır. Burada 2-yə bölmürük. Sadəcə 9-u vururuq, 9-dan 1 vahid əksinə, yəni 8-ə vururuq. 9-u 8-ə vuranda 72 eləyir. Düzgün cavab A variantıdır. Baxırıq 5-ci suala. 6 nəfər dost hər biri fərqli ölkəyə gedir və getdikləri yerdən bir-birinə məktub göndərirlər. Dediyim kimi məktublaşmaq da mesajlaşmaq kimidir. Yenə də N vuraq, N çıxaq bir düsturudur. Burada 2-yə bölmürük. Sadəcə 6-nı vururuq. 6-nın 1 vahid əksinə, yəni 5-ə vururuq. 6-nı 5-ə vuranda düzgün cavab 30, yəni A variantı eləyəcək. Baxırıq növbəti 6-cı suala. 6-cı sualda deyir ki, hər birində 8 iştirakçı olan A və B qruplarından təşkil olunmuş çempionatın qrup mərhələsində hər bir iştirakçı öz qrupundakı bütün iştirakçılarla oyun keçirməlidir. Oyunlar bir mərhələli keçirilir. Yəni, iştirakçılar arasında cavab oyunu keçirilmir. Deməli, bir mərhələlidirsə, artıq bu düsturdan istifadə edirik. Deməli, sadəcə burada 2 dənə qrup var. Bir var A qrupu, bir də var B qrupu. Hər qrupda da 8 iştirakçı var. Ona görə 8-i 7-yə vurub 2-yə bölürük bir mərhələli oyunlarda. O da 28 oyun eləyir. Deməli, A qrupunda da 28 oyun olur, B qrupunda da. O zaman ümumilikdə 56 dənə oyun olur. Amma axıra kimi oxuyaq məsələni. Sonda deyir ki, 2 qrupun hər birindən bir qalib seçilir və həmin qaliblər arasında yekun final oyunu oynanılır. Yekun final oyunu oynanılırsa, deməli, əlavə bir dənə də oyun təşkil olunur. Ona görə aldığımız bu 56-nın üzərinə yekunda 1 gəlirik. 56-nın da üzərinə 1 gələndə düzgün cavab 57, yəni D variantı olacaq. Baxırıq 7-ci suala. 16 nəfərlik bir qrupda hər bir şəxs digərlərlə telefonla danışır. Hər telefon danışığı 4 dəqiqə olur. Deyir, neçə saatlıq telefon danışığı olacaq. Telefonla danışıq N vuraq, N çıxaq 1 bölü 2-dir. Yəni, bu bir mərhələlidir. Eyni vaxtda hamı bir-birindən danışır da. 16-nı 15-ə vurub 2-yə böləcəksiniz. 16-nın 1 vahid əksiyi 15-dir. O da 120 eləyəcək. Beləliklə, 120 dənə danışıq olacaq. İndi biz də hər danışıq 4 dəqiqə çəkdiyi üçün 120-ni 4-ə vuracaq. O da eləyəcək 480 dəqiqə. Deməli, ümumilikdə 480 dəqiqə danışıq olubdur. 480 saatla istədiyi üçün axırda 60-a böləcək. 480-də 60-a böləndə düzgün cavab 8 saat, yəni Y variantı eləyəcək. 8-ci sual. 64 komandadan ibarət bir çempionatın şərtlərinə görə hər bir mərhələdə uduzan komandalar yarışı tərk edir və bir daha oyun keçirilmir. Birinci mərhələdə 32 oyun keçirilibdir. Daha neçə oyun keçirilməlidir ki, turnir tam bitsin. Baxın, burada daha sözü olanda bu düsturdan istifadə edirik. N çıxaq bir düsturundan istifadə edib tapmaq olur. Yəni, birinci mərhələdə 32 oyun keçirilibsə, 32-dən 1 çıxarıq, daha 11-31 oyun oynasa, yarış bitər. Cavab B-dir. Yəni, bu bilsiz necə olur? Yəni, məsələn, 32-də bir mərhələ olur.
32 komanda qalır, 32 oyun keçirilib axı. Növbəti mərhələdə komandaların yarısı uduzur, yarısı qalır da 16-da 1 mərhələ olur. Sonra yarısı uduzur, yarısı qalır 8-də 1 mərhələ, yarısı uduzur, yarısı qalır 4-də 1, 4-də 1 yenə 4-ün yarısı 2 komanda qalır. Finalda da deməli 1 oyun oynanılır. Yəni burada deməli 32-dən 1 mərhələdən sonra 16 oyun burada oynanılır, 8 oyun burada, elədi 24, 4 oyun burada 28, 2 oyun burada 30, finalda 1 oyun 31 oyun edir. Yəni qısa olaraq en çıxaq bir düsturundan da tapa bilərsiniz. Yəni 32 oyun keçirilməsi üçün bu 16-da 1 mərhələdən başlayır. Yəni mərhələ 16-da 1-dən başlayır da. 16-nı 2-yə vuranda 32 edir axı. 16-da 1 mərhələ, sonra 8-də 1 olur. 16-da 1 mərhələdə 16 komanda olur. 8-də 1-də 8, 4-də 1-də 4, 2-də 1-də 2 oyun oynanılır. Finalda da əlavə 1 oyun. Ümumi bunları toplasaz 31 edir. Və yaxud da dediyim kimi N-dən 1 çıxmaqla tapmaq olar. Bir də ola bilərdi ki, burada desin ki, daha sözü deməsin. Deyə bilər ki, yarışda cəmi neçə oyun oynanılacaq? Onda 64-dən 1 çıxardınız. Daha deməsəydi burada, onda 63 olardı cavab. Birdən ola bilər, elə də versin. Sonra 9-cu sual. Eyni bir qəpiyi 3 dəfə ardılatsaq, bütün atışlarda eyni üzün gəlmə ehtimalı nə qədərdir? Deməli, burada biz, baxın, bu düsturdan istifadə edəcəyik. 2 bölünsün, 2 üstü n. Niyə görə 2 yazdım? Çünki qəpiyin 2 dənə özü var. 2-ni böləcəyik, n də burada 3-dür. Yəni 2 üstü 3-ə böləcəyik. 2-ni də 2 üstü 8-ə böləndə 4-də 1 edir. Beləliklə, düzgün cavab B variantıdır. İndi bunun mən sizə mahiyyətini də izah edeyim. Bax, tutaq ki, bir qəpiyi 3 dəfə ardıcıl atıblar. Deyir ki, eyni üzün gəlmə ehtimalı nə qədərdir? Burada qəpiyin deməli bir üzü ola bilər, tutaq ki, bayraqdır. Deməli, bir üzü ola bilər, tutaq ki, gerbdir, belə fərz eləyək. İndi bizə lazımdır ki, deməli, 3 dəfə ardıcıl atanda 3-ündə də ya gerb gəlsin ardıcıl, ya da bayraq gəlsin. İndi biz ən pisli fikirləşirik də ehtimalda. Tutaq ki, birinci ehtimal ola bilər ki, 2 dənə gerb, 3-cü bayraq gəlsin. İkinci ehtimal ola bilər ki, gerb, sonra bayraq gəlsin. Sonra 3-cü ehtimal ola bilər ki, gerb, gerb gəlsin. 4-cü ehtimal ola bilər ki, artıq bayraqdan başlasın. Bayraq, gerb. 5-ci ehtimal ola bilər ki, bayraq, gerb gəlsin. 6-cı ehtimal ola bilər ki, bayraq, gerb. 7 ilə 8-də artıq yalnız 2 dənə ehtimal, 1 ehtimal qalır da 3 dənə ya bayraq gəlməlidir, 8-də də 3 dənə gerb gəlməlidir. Yəni bizim 8 dənə seçimimiz var və bunların ikisində eyni üzlər gəldi. 3 dəfə bayraq və yaxud da ki, gerb. O da ki, 8-də 2, 4-də 1 verir cavab. Yəni B variantı. Baxırıq növbəti 10-cu suala. 2 ədəd zər atdıqda hər iki zərdə eyni üzün düşmə ehtimalı nə qədərdir? Biz bilirik ki, zərin xalları 1-dən başlayır, 6-da qutarır. Zərin ən kiçik xalı 1-dir, ən böyük xalı isə 6-dır. 1, 2, 3, ondan sonra 4, 5 və 6. İndi deməli, bizə deyir ki, eyni üzün düşmə ehtimalı nə qədərdir? Yadda saxlayın ki, burada belə bir düsturdan istifadə edirik. Ehtimalın düsturu bərabər olur. Əlverişli hallar bölünsün, mümkün hallar olur. Demək, əlverişli halları biz bölməliyik mümkün hallara. Əlverişli hallar nələrdən məhz eləyir? Burada eyni üz deyir. Eyni üz 6 dənə ehtimal var da. 1 qoşadır, 2 qoşadır, 3 qoşadır, 4 qoşa, 5 qoşa və 6 qoşadır. 6 dənə seçimimiz var. Və 2 zər atanda həmişə yadda saxlayın, məxrəc 36 olur. 1 zər atanda 6-ya bölürük mümkün hal. 2 zərdə 6 vur 6, 36-ya bölürük. 36-da 6, o da ixtisar gedəndə 6-da 1 qalır. Yəni B variantı düzdür. 11-ci suala baxırıq. 2 ədəd zər atdıqda bu dəfə xallar cəminin 7 olmaq ehtimalını deyir. Qeyd elədiyimiz kimi məxrəcimiz 36 olacaq. Məxrəcindən 36 yazacaq. İndi xallar cəmi 7 deyirsə, hansıları götürürük? 1 ilə 6-nı toplayanda 7 eləyir. Sonra 2 ilə 5-i toplayanda 7 eləyir. Sonra 3 ilə 4-ü toplayanda 7 eləyir. 4 ilə 3-ü toplayanda 7 eləyir. 5 ilə 2-ni toplayanda 7 eləyir. Bir də 6 ilə 1-i toplayanda 7 eləyir. Yəni 7 dənə ehtimalımız var. Deməli 1, 6, 2, 5, 3, 4, 4, 5, 2, 6, daha doğrusu 6 dənə. 6 yazıb bura 7 deyirəm, üzrlü sayın. 6 dənə ehtimalımız var. O da ixtisar gedəndə 6-da 1 cavab B variantı olacaq. 12-ci sual. 2 ədəd zər atdıqda düşən xallar cəminin 3-dən kiçik olması hadisəsinin ehtimalını soruşur. 3-dən kiçik ancaq bir qoşa var. 1 ilə 1-i toplayanda 3 eləyir, 2 eləyir də 3-dən kiçik. Qalan ehtimalımız yoxdur. Yəni cəmi bir dənə bir qoşa ehtimalımız var. Sürət 1, yenə də 2 zər atanda məxrəcimiz 36 olur. Beləliklə D variantı düz cavabdır.
13-cü sual. İki zəratlıqda toplana biləcək hallarla bağlı aşağıdakılardan mümkün deyil. A variantında deyir ki, deməli, iki zər atanda toplanan xallar cəmi ümumilikdə 6-dan böyük ola bilər. Bəli, niyə olmur ki? Məsələn, 2-nin 5-i, 3-ün 6-sı ehtimal çoxdur burada. Yəni, bu səhv deyil. Toplanan xallar cəmi 36-dan kiçik ola bilər. Əlbəttə, məsələn, 1-in 2-si, 2-nin 3-ü, bu da səhv deyil. İki zərdə toplanan xallar cəmi 6-dan kiçik ola bilər. Məsələn, 1 qoşa, 1-in 3-ü, xallar cəmi 6-dan kiçik edir də, 4, 2 edir. 2 zərdə toplanan xallar cəmi 12-dən böyük ola bilər. Bu səhvdir. Zərdə ən böyük xal 6-dır. 6 qoşa da atanda 6 ilə 6-nı toplayanda 12 edir. Yəni 12-dən böyük ehtimalımız yoxdur. Səhv olan burada cavab D-dir. 7-də də deyir ki, zərdə toplanan xallar cəmi 12-dən kiçik ola bilər. Məsələn, 1-in 3-ü. Əksinə bu doğrudur. Hamısında maksimum 12 ola bilər. 6 qoşa olanda. Bizdən səhv istəyir. Bir cüt zəri 5 dəfə arzulatdıqda cəmdə ən az neçə xal yığılar və ən çox müvafiq olaraq xallar rəqəmlərin cəmi hesab olunur. Aha, ən az deyirsə, biz bir qoşanı götürəcəyik. Bir qoşanın da xallar cəmi 2 edir. Və bunu da 5 dəfə arzulatsaq, elə bir 5 dəfə bir qoşa atanda, 2-ni 5-ə vuranda 10 edir. Ən çox deyəndə isə 6 qoşanı götürürük. 6 qoşanın xallar cəmi 12-dir. 12-ni də 5-ə vuranda 60 edir. Beləliklə düzgün cavab 10 və 60 Y variantı olacaq. 15-ci suala baxırıq. 28 laminoluq daşdan təsadüfən bir daş seçilir. Seçilmiş daşdakı xallar cəminin 3-dən kiçik olmaq ehtimalını tapın. Aha, deməli, dominonun zərdən fərqi nədir? Birinci növbədə burada 28-ə bölürük. Zərdə 36-ya bölürdüksə, burada 28-ə bölürük. Çünki dominoda 28 dənə daş var. İndi xallar cəmi 3-dən kiçik deyilsə, biz hansıları götürürük? Və dominoda bir də əksini götürmək olmaz. Bir də dominonun ən kiçik xalı ağ qoşadır, 0. Bir də əksini götürmək olmaz. Tutaq ki, məsələn, mən əgər 1-in 2-sini götürmüşəmsə, təzədən 2-nin 1-ini götürə bilmərəm. Çünki mənim əlimdə bir daşdan bir dənədir də, 1-in 2-si bir dənədir. Məndə təzədən 2-nin 1-i ola bilməz axı. Zərdə amma əksini götürürdük biz. Tutaq ki, məsələn, mənim 2 dənə zərim var. Birinci zərdə 1-i atmışam, ikincidə 2-ni atmışam. İndi ola bilər ki, əksinə. Birinci zərdə 2-ni atım, ikinci zərdə 1-i atım. Yəni, zərdə götürmək olur, amma dediyim kimi, dominoda götürmək olmur. İndi xallar cəmi 3-dən kiçik deyirsə, biri ağ qoşadır, deyirə burada da yazılıb. Biri ağın biridir, biri ağın ikisidir, bir də bir qoşadır. Yəni 4 dənə ehtimalımız var. Beləliklə, burada da düzgün cavab 28-də 4, ixtisar gedəndə 7-də 1 edir. 16. Rəqəmlər çoxluğunda seçilən hər hansı bir rəqəmin sadə ədəd olmaq ehtimalını tapın. Rəqəmlər 0-dan 9-a kimi gedir. Rəqəm deyəndə 0-da götürürük də, rəqəm ədəd düzəldir. Rəqəmlər hansılardır? 0-dır, 1-dir, 2-dir, 3-dür, 4-dür, 5-dir, 6-dır, 7-dir, 8-dir, 9-dur. Yəni 10 dənə bizim rəqəmimiz var. Məxrəcimiz, mümkün hallarımız 10-dur. İndi bizə sadələr deyirsə 2-dir, sadədir. 1-i götürmürük. Məsələn, nə sadə, nə mürəkkəb deyil. 3-dür, 4 mürəkkəbdir, götürmürük. 5-dir, bir də 7-dir. 4 dənə sadə ədəd var. 2-yə ixtisar gedəndə o da 5-də 2 eləyir, B variantı. 17. İkisi eynəkli olmaqla 6 oğlan və 3 eynəkli olmaqla 9 qızdan ibarət bir sinifdən təsadüfən bir şagird seçilir. Həmin şagirdin eynəkli olmaq ehtimalını tapın. Biz burada əvvəlcə mümkün halları tapsaq, bizim sinifdə nə qədər şagirdimiz var? Mümkün hallarımız 6 oğlan və 9 qız var. Yəni 15 dənə şagird var. İndi bizdən nə istəyir axırda? Eynəkli olması ehtimalını deyil. Eynəkli deyirsə, eynəklilər kimlərdir? Deməli, 3-ü eynəklidir. Oğlanlardan 3 eynəkli var. 3 oğlan var eynəkli. Yəni, əlverişli halları götürürük. Və qızlardan isə, deməli, ikisi eynəkli. Yox, 2 dənə oğlan eynəklidir, üzr istəyirəm. Qızlardan isə 3-ü eynəklidir. Yəni, ümumi 5 dənə eynəkli şagirdimiz var. Və məxrəcimiz 15 olur. Mümkün hallarımız, əlverişli hallarımız 5-dir. Eynəklini istəyir. Düzgün cavab 3-də 1-dir ixtisar gedəndə. Yəni, A variantı. 18. Qrupda 10 oğlan və 20 qız şagird var. Oğlanların 40%, qızların 30%-i əlaçıdır. Təsadüfən bir şagird seçilir. Həmin uşağın əlaçı olmaq ehtimalını tapın. Deməli, əlaçı oğlanların sayını tapsaq, biz onun 40%-ni tapmalıyıq. Onun 40%-i 4 eləyir. Yəni, onu 40-a vurub 100-ə böləndə 4 eləyir. Əlaçı qızları isə tapsaq, 20 dənə qız var və onların 30%-i deyir. 20-ni 30-a vurub 100-ə böləndə o da 6 eləyir. Deməli, 6 dənə əlaçı qız var. O zaman biz nə edəcəyik? Bizdən ehtimalı soruşursa, məxrəcə yazacağıq oğlanlarla qızların cəmini, yəni 30 yazacağıq. Sürətə isə əlaçı və əlaçı oğlanlarla qızların cəmini yazacağıq, yəni 10-u. Onu da 30-a böləndə ixtisar gedir, 3-də 1 qalır cavab, yəni A variantı.
Baxırıq 19-cu suala. 19. 30 nəfərlik bir sinifdə şagirdlərdən 20 nəfəri ingilis dilini, 16 nəfəri fransız dilini bilir. Bu sinifdən təsadüfən bir uşaq seçilirsə, həmin uşağın hər iki dili bilmə ehtimalını tapın. Yadda saxlayın ki, burada elə bil ki, ingilis dilini bilən 20 nəfərdir. 16 nəfər isə hansı dili bilir? 16 nəfər də fransız dilini bilir. Məsələn, siz 20 ilə 16-nı toplasınız, görəcəksiniz ki, 36 alınır. Amma burada 30 şagird var. Deməli, belə çıxır ki, 36-dan 30 çıxanda 6 nəfər hər iki dili biləndir. 6 nəfər hər iki dili biləndir. Və indi biz məxrəcə yazacağıq ümumi şagirdlərimizin sayını. Ümumi 30 şagirdimiz var da. 6 nəfər də hər iki dili biləndirsə, o zaman düzgün cavab olacaq 5-də 1. Yəni, Y variantı. Görsün, 36 şagird çıxdı, halbuki 30 şagird var da. Deməli, o 6 dənə hər iki dili biləndir. Yəni, həm ingilis, həm də fransız dilini biləndir. 20-ci sual. Bir qrup tələbələrdən yenə eyni tip sualda 8 nəfər klassik, 12 nəfər müasir musiqini xoşlayır. 5 nəfər hər iki musiqini xoşlayır. Qrupdan təsadüfən seçiləcək bir tələbənin hər iki musiqi növünü xoşlamaq ehtimalı nə qədərdir? Əvvəlcə biz ümumi tələbələrin sayını tapsaq, yenə də bu 8 ilə 12-ni toplayıb hər ikisini çıxacağıq. Bu hər ikisi, yəni bu Euler-Venn diaqramından da yazmaq olar bunu. Məsələn, bura yazıram klassik musiqi, burada yazıram müasir musiqi. 5 nəfər hər ikisini xoşlayırsa, yalnız klassikə 3 nəfər qalır da 8-dən 5 çıxanda 3 eləyir. Yalnız musiqiyə isə neçə nəfər qalır? 12-dən 5 çıxanda 7 qalır. Beləliklə, sinifdə o zaman nə qədər tələbə var? 3 üstəgəl, 5 üstəgəl, 7, 15 tələbə var. Və yaxud da ki, 8 ilə 12-ni toplayıb 5-i çıxa bilərik. İndi biz ehtimalı qursaq, məxrəcimiz olacaq 15, kəsirin sürətində isə hər ikisini xoşlayan 5 nəfərdir, özü verib şərtdə. O da düzgün cavab 3-də 1, yəni C variantı eləyir. 21-ci sual. 30 nəfərlik bir sinifdə 2 nəfər əlaçıdır. Sinifdən təsadüfən bir uşaq seçilir, həmin uşağın əlaçı olmamaq ehtimalı deyir. Əlaçı əgər 2 nəfərdirsə, 30-dan 2 çıxarıq, 28 nəfər, deməli, əlaçı deyil. İnkarda yazıram, əlaçı deyil. Bizdən də elə onu istəyir də. Deməli, sürət 28 olacaq, məxrəc isə 30 olacaq. Əlverişli al 28, məxrəc 30. 2-yə qısar gedir, o da 15-də 14 qalır. Əlaçı soruşsa 30-da 2 götürərdik, yəni 15-də 1. 22. 28 dominolog daşdan bir daş seçilir və bu daş 4 qoşadır. Ondan sonra deyir ki, təsadüfən yerdə qalan daşlardan birinin xallar sayının 4 qoşa sayına, yəni 8-ə bərabər olması ehtimalı nə qədərdir? Elə bil bizim 28 daşlıq dominodan bir dənə daşı açıblar. Bu daş 4-ün qoşadır. Artıq bizim mümkün hallarımız 27 olur. Çünki bizdə bir dənə daş açılıbsa, artıq onun ehtimalı yoxdur, biz bilirik həmin daşı. Deməli, məxrəcimiz 27 olacaq. İndi xallar cəmi 4, 8 deyirsə, hansı xalları götürəndə 8 eləyir? 2-nin 6-sı, məsələn, 1-in 7-sini götürə bilməkdə dominoda bir 7 yoxdur. Bir də 3-ün 5-ədir. 4 qoşanı da ona görə götürməyəcək ki, çünki 4 qoşu açılıb da və dominoda dediyimiz kimi əksini götürmək olmur. Deməli, 2 seçimimiz var, 2-ni 27-yə bölürük. Düzgün cavab D variantıdır. 23-cü suala baxırıq. 10 ədəd fərqli şarın 10 ədəd fərqli nömrəli qutuya təsadüf olaraq yerləşdirilir. 5 nömrəli şarın 5 nömrəli qutuya düşmə ehtimalı nə qədərdir? Elə bil bizdə 10 dənə qutumuz var. 10 dənə qutumuz var. Bu 1 nömrəli olsun. Bu 2, bu 3, bu 4, bu 5, bu 6, bu 7, bu 8, bu 9, bu 10. Və deyir ki, 5 nömrəli şarın 5 nömrəli qutuya. Burada sadəcə bizim bir dənə ehtimalımız var, onda 1-dir. Niyə görə? 5 nömrə, burada yəni gəlib 5 nömrəli şarımız, şarlar da ki 1, 2, 10-a qədər nömrələnibdir. 5 nömrəli şarın gəlib 5-ə düşmə ehtimalı onda 1-dir. 1-ə də düşə bilər, 2-yə də, 3-ə də, 4-ə də. Yəni 10 dənədən 1-nə düşməlidir də. Elə düzgün cavab olacaq onda 1, yəni C variantı. Ağ və qara zər eyni anda atılır. Ağ zərdə tək rəqəmin, qara zərdə isə 6 rəqəmlə düşməsi ehtimalı nə qədərdir? Biz dedik ki, zərdə 6 dənə, bir zər atanda məxrəc 6 olur. İndi ağ zərdə tək rəqəm deyirsə, tək rəqəmlər 1, 3, 5-dir. Yəni 3 dənə seçimimiz var. Təklər bunlardır. Qara zərdə isə 6 rəqəminin. Qara zərdə isə deməli olacaq artıq 6-da 1. Çünki 6 rəqəmindən bir dənədir. Hər rəqəmdən bir dənədir axı. Deməli 6 rəqəminin düşmə ehtimalı 6-dan 1-dir. Biri olur 6-da 3, biri olur 6-da 1. Bunlar da bir-birinə vuranda eləyir 36-da 3, ixtisar gedəndə 12-də 1 qalır. Cavab D. Və nəhayət baxırıq sonuncu 25-ci suala. Deməli, Əhmədin 3 şalvarı, 4 köynəyi, 2 ayaqqabısı və 3 ayaqqabısı və 2 başmağı var. Əhməd neçə müxtəlif şəkildə geyinə bilər. Burada eyni vaxtda geymək mümkün olanlar köynəklə şalvardır. Onları bir-birinə vururuq.
Amma ayaqqabı ilə başmağı eyni vaxtda geyə bilmərik də. Ya ayaqqabı ayağımızda olmalıdır, ya başmaq. Eyni vaxtda geyinə bilmədiklərimizin isə cəmlərinə vururuq. 3 vuraq 4 vurulsun 3 üstə gəl 2. O da 12-ni 5-ə vuranda düzgün cavab 60 eləyəcək, yəni Y variantı. Gəldik videonun sonuna. İnşallah ki, izahın kömək edəydi. Növbəti izahlarda görüşənəcək.